Ayxan, bu suala bax. Bax, bizə verib 25, 25, 50%. Burada 2 verib, qalan heç nə verməyibdir. Demək, A2-yə baxıram. A2-də nə verib? Yəni burada B1 minus A1, yəni 2. A1-in qiyməti var. Bölü 2. B2-də nə verib? Baxaq. B1 minus C1. Bu mütəvəssəsizdir. Minus, dəqiq deyəm bir dənə. Aha. B1 minus C1-də nə var? B1 minus 2. Bunlar da bir-birini aparırmı? Yerdə qalırmı 2? Yəni B2-miz oldu 2. C2-yə baxaq. C2-də nədir? B2, yəni B2-mizin qiyməti nədir? 2. Üstə gələk A1. A1 nədir? 2. Oldu 4. Bax, demək aldıq B2-yə 2, C2-yə 4, bax 50%, 25, 25. Demək burada da 2 olmalıdır. Bax A2-də də 2 olmalıdır ki, 2, 2, 4. Yəni 50%-in 4-ə düşsün, 25, 25 də 2, 2-yə. Bura 2 olması üçün B1 minus 2 bölək 2 bərabərdir 2. Biz B2-ni tapmalıyıq. Buradan da B1 çıxaq 2 bərabərdir. Burada vururuq da 4 edir. B1 də bərabərdir. 4-ün üstündə 2 gəlir 6. Cavab 6-dır. Bax, diqqətlə bax buna. Bir də deyirəm. A2 bərabərdir. Bax, bu hissəni deyirəm. B1 minus 2 bölü 2. Çünki A1-in qiyməti 2-dir. B2 bərabərdir. B1 minus C1-in qiyməti nədir? B1 minus 2. Bu mötərizəni də açanda mənfi müsbət bir-birini aparır 2 qalır. Yəni B2-nin qiyməti oldu 2. Sonra C2 bərabərdir. B2, B2-miz 2-dir. Üstə gələk A1. A1-imiz də 2-dir. Burada oldu 4. Aha, bax bizə verib 25, 25, 50. Sənə demişdim, ikisinin cəmi ansın, yəni 4-ü. Yəni bura 25%, 25%, bu da 4-dür də, yəni 50%. Burada da 2 olmalı. Demək, burada da cavab 2 olmalıdır. Ha, burada da cavab 2 olur. Onda düsturu yerinə qoyuruq. Bax, təkrar bir edeyim, yerinə qoyuruq. B1 minus A1 nədir? 2-dir. Minus 2 bölək 2 bərabərdir. Cavab nə olmalıdır? 2-yə. B1 minus 2 bölməni yox edirik. Vurmulur da. Onda da 4 bərabərdir 4. B1 də bərabərdir 6. Ha, bura demək 6-ymış. Bizdən buranı soruşur. Yaxşı, B1 6-dırsa C1-ə baxaq. 6-dan, bax burada 6-dır. 6-dan 2 çıxanda 4 qalır. Burada da 6-dan 4 çıxanda 2 qalır. Görürsən, yerinə qoyanda düz alınır.